Günel müəllimə, Günel Ocaqova. Buyurun müəllim, axşamınız xeyir. Hər anınız xeyir. Futsal nə zaman yaradılıb? Futsal 1930-cu ildə Harada, kim tərəfindən? Juan Carlos tərəfindən Aha, yaradılmışdır. harada? Juan Carlos tərəfindən yaradılmışdır. Uruguayın Montevideo. Aha, Uruguayın Montevideo. aha. Futsal meydançanın ölçüsü. 42-nin 25-ə. Başqa? 40-ın 25-ə və 42-nin 25-ə. Başqa? bir də ölçü var. Başqa bir ölçü də var. Müəllim, mən də orada yazanları oxumuşam siz göndərdiyinizdə. Səsi dinləməmişsiniz o zaman. Günel müəllimə. Bəli, buyurun. Yox, digər Günel Tağıyeva, Günel müəllimə. Bəli müəllim, salam axşamınız xeyir. Salam, hər vaxtınız xeyir. Digər ölçü neçədir meydan? Müəllim, səsinizə qulaq asmışam, amma mən də yadımdan çıxıbdı. Eyvallah müəllim. Müəllim 38-20. 38-in 20-yə. 42-nin 25-ə və 38-in 20-yə. Təşəkkürlər Eyvallah müəllim. Günel müəllim. Bəli. Sağ olun. Oyun hissədən ibarətdir. 2 hissə olmaqla 20 dəqiqə ərzində keçirilir. Hər hissəmiz 20 dəqiqə. Oyun təmiz vaxtda oynanılan idman oyunları hansılardır? Basketbol və futsal. Başqa? Bir də 3-cü basketbol idi yoxsa? 3-3 basketbol, bəli. Basketbol, 3-3 basketbol və futsal. Yaxşı. Oyunçu dəyişikliyi zamanı hakimiyyət demədən oyunçu dəyişikliyi edən oyun hansıdır? Oyunçu dəyişikliyə məhdudiyyət yoxdur burada da. Hakimiyyət deyilmir. Basketbolda da həmçinin bu qaydada olur. Basketbolda? Basketbolda, bəli. Basketbolda hakimiyyət deyilmir? Basketbolda məhdudiyyət yoxdur. Orada da məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdur, amma hakimiyyət deyilib deyilməmək. Bəs hakimiyyət deyilmədən oyunçu dəyişikliyi edilən idman oyunları hansılardır? Hansıydı? Bilmirəm, bir dəqiq adından çıxdı. Günel Tağıyeva. Günel Yəni, müəllim. hakimiyyət deyilmədən oyuncu dəyişikliyi edən handbol, futsal, idman oyunları. Sonra? Biri qalıb. 3-cü basketbolu. Aha, 3-cü basketbollardır. Günel müəllimə. Digər, Günel Ocaqova. Yaxşı. Hissələr arası fasilə nə qədərdir? Hissələr arası fasilə 15 dəqiqə. 15 dəqiqə. Oyun necə başlanır? Oyun mərkəzdən başlanır, püşk atma ilə. Püşk atma ilə. Mərkəz dairənin radiusu? 3 idi. Diametri? Diametri isə... Diametri... Radiusu 3 idi, diametri isə... Şeydi, bilmirəm. 6 nədir? Necə? 6. Bəli, 6. Günel müəllimə, yerinizdən danışmayın. 6. Günel Ocaqova. Radius 3 metrədirsə, həmişə onu 2-yə bölürük da. Məsəl üçün, handbolda radius 2-dir, diametr 4-dür. Futbolda radius 9,15-dir, diametr 18,3-dür. Basketbolda 1,80-dir, radius 1,80-dir, diametr 3,60-dir. Yəni 2-yə bölürük, radiusu 2-yə bölürük avtomatik olaraq. Günel Ocaqova, təşəkkürlər. Günel Tağıyeva. Bəli. Futsal Federasiyası nə zaman yaradılıb? 1989. Yox. Tarixləri yaxşı oxumamışam mən. Əsas oyun qaydalarına baxmışam ona görə. Onca bunu başqa növbəti müəllimdən soruşaram. Yaxşı, oyun qaydalarından deyək. Komandanın faal limiti neçədir? 5. 5-dən sonra doldurarsa nə olur? Onda oyun dayanır. Necə dayanır? 6-cı faul limiti olanda komandaya məğlubiyyət verilir. Günel Ocaqova, zəhmət olmasa siz səs bağlayın. Xeyr, Günel müəllimə, yanlış deyirsiniz. Eyvallah müəllim. Müəllim 5 faul olur, 6-cı fauldan sonra canlı səhv qurulmaya icazə verirlər. Bir də ki, müəllim 10 metrli cərimə zərbəsi yerinə yetirilir. Bir də ki, 10 metrli cərimə zərbəsi yerinə yetirilir. Günel müəllimə. Bəli. 10 metrli cərimə, bəs faul limiti dolmazsa, onda necə davam edəcək? Məsəl üçün, oyunçunun, bir dəqiqə fikrimi tam aydın deyim. Məsəl üçün, komandanın faul limiti 4, hələ dolmayıb. Qayda pozuntusu olub cərimə meydançasının yanında. Yəni, mərkəz xəttin yanında, belə deyək. Cərimə zərbəsi hardan yerinə yetiriləcək? Cərimə zərbəsi 10 metrlikdən. Faul limiti dolmayıbsa.
dolmayıbsa onda 6 metrlik. Üzr istəmirəm, 7 metrlikdən olur. Buyur, 7 metr heç burada zərbə yoxdur. Faal limiti dolmayıb və mərkəzdən qayda pozuntusu olub. Cərimə zərbəsi verilib. Hardan yerinə yetiriləcək? Cərimə zərbəsi verilən yerdən yerinə yetiriləcək. Qayda pozuntusu hardan olubsa, oradan yerinə yetirilir. Olubsa, hə, oradan. Bəs faal limiti dolarsa, qayda pozuntusu yeni mərkəzdən. Onda müəllim, mərkəzdən başlanılır onda. Xeyr. Ümumiyyətlə, oyunda mərkəzdən nə zaman başlanılır? Mərkəzin başlama birinci hissənin əvvəlində, ikinci hissənin əvvəlində, əlavə hissələrin əvvəlində olur. Başqa? Əgər oynanılarsa. Bir də qol vurulan zaman olur. Qol qeydə alınan zaman mərkəzdən başlanılır. Bir də penaltilərdə. Penaltilərdə mərkəzdən başlanılır. Əlavə oynanılarsa o heç. Penalti ilə bura batmayın. Yaxşı, mən. Penaltidə çünki gedirsən 6 metrlik penalti zərbəsi yerinə yetirirsən. Yəni mərkəzdən başlayın falan elə bir şey yoxdur. Bəs siz də dediniz ki, qayda limiti dolduqda komandanın faal limiti mərkəzdən başlanılır. Demək ki, səhv demisiniz. Yaxşı, qayda limit dolubsa, mərkəz xəttinin yanında qayda pozuntusu olarsa, cərimə zərbəsi verilərsə, hardan yerinə yetiriləcək? O da cərimə zərbəsi, yəni qayda harda pozulsa, oradan yerinə yetirilir. Xeyr. Bəybələ müəllim. Mənim 10 metrlik cərimə zərbəsi. 10 metrlik cərimə zərbəsi. Günel müəllim, baxın, yadınızda saxlayın. Komandanın faal limiti 5-dir. Altını etdi. Avtomatik olaraq gəlir 10 metrlik cərimə zərbəsi yerinə yetirilir. Və əlavə olaraq da ki, qayda pozuntu limitisi dolmayıbsa, komandanın limiti dolmayıbsa, qayda pozuntusu harda olubsa, oradan yerinə yetirilir. Cərimə meydançası xaric, cərimə meydançasında qayda pozuntusu olarsa 6 metrlik penalti təyin olunur. Cərimə meydançası xaric, meydanın hansı sahəsində qayda pozuntusu olarsa, oradan cərimə zərbəsi yerinə yetirilir. Amma komandanın faal limiti dolduqdan sonra harda olursa olsun, gəlinir 10 metrlik cərimə zərbəsi. Yəni ikinci penalti nöqtəsi də buna deyilir. Oradan yerinə yetirilir. Başa düşdünüz? Yaxşı. 10 metrlik penalti zərbəsi necə yerinə yetirilir? Rəqib nə qədər məsafə saxlayır? Rəqib burada 5 metr məsafə saxlayır. Komandanın öz oyunçuları 3 metr məsafə saxlayır. Qarışdırdıq. Rəqib 5 metr məsafə saxlayır. Yaxşı, cəriməni necə vururlar? Arxaya pas ötürülə bilər? Ötürə bilər. Ötürülə bilər? Dabanla vurmaq. İrəli vura bilər da, zərbə vura bilər. İrəli, hə, irəli. Burada, məsəl üçün, 6 metrlik penalti olsun, futbolda 11 metrlik penalti olsun, düz irəli, məsəl üçün, pas ötürə bilərdik də, irəli vura bilərdik. Amma burada yalnız qapıya vurmalısan. 10 metrlik cərimə zərbəsində yalnız qapıya vurmalısan. Həm canlı səth bunda qurulur onda. 10 metrlik cərimə zərbəsində canlı səth qurulmur. Yox, o canlı səthi prosta yaxşı başa düşməmişəm, ona görə o hissələri biraz qarışdırıram. Canlı səth məsəl üçün cərimə zərbəsi olur, cərimə zərbəsi və yaxud da sərbəst zərbə. Rəqib gəlir canlı səth qurur, 5 metr topdan 5 metr aralı canlı səth qurur və canlı səthdə qurduqdan sonra canlı səth məsəl üçün sizlə biz oynayırıq, mən cərimə zərbəsini yerinə yetirirəm. Siz mən topdan 5 metr məsafə saxlayırsınız, canlı səth qurursunuz. Və zərbəni yerinə yetirən xaric digər oyunçular mənim komanda yoldaşım cərimə zərbəsini mən yerinə yetirirəm. Mənim komanda yoldaşım sizdən minimum 1 metr məsafə saxlayır. Başa düşdüm mən. Əlavə olaraq Günel müəllimə, yaxşı, topun çəkisi çevrəsi. Çəkisi 440 qram, çevrəsi 60-74. Təşəkkürlər Günel müəllimə. Bəybələ müəllim. Rəhmət olun, istəsə açaq. Bəli, müəllim. Maksimum oyunda neçə püşatma keçirilir? Oyunun əvvəlində böyük penaltılardır mənim. Penaltı. Sayın, neçə dənə? Konkret neçə dənə maksimum? 3 dənə mənim onlar burada da. Yox, 2 dənə mən burada penaltı kimi yetirməli. Bir oyun əvvəlində bir penaltı zamanı. xeyr, yanlış deyirsiniz. Elmira müəllimə yoxdur. Yoxdur burada penaltı mənim. Yoxdur, var. Siz püşatmanı yanlış deyirsiniz, Ləman müəllimə yoxdur. Rübal müəllim. Bəli, müəllim, salam aleykum. Hər vaxtınız xeyir, aleyküm salam. Futzalda maksimum neçə püşatma keçirilir? Maksimum 4. Nə zamanlar sayın zəhmət olmazsa?
oyunun əvvəlində əlavə hissələrdə penaltidə 2 dəfə. Əlavə hissələr dedikdə neçə dənə əlavə hissə olur burada? 2 vuraq 5. 2-5. Bəli. Və penaltilərdə 2 dəfə pişirmə. Eyni Bəybala müəllim futbolda olduğu kimi də birinci hissənin əvvəli oyun başlayan zaman. Oyun bərabər qalır. Oyun bərabər qalır. Əlavə hissə oynayarıqsa oyun bərabər qalır. Mütləqdir ki, qalib müəyyən olunsun, əlavə hissə oynanılır. Və əlavə hissənin birinci hissəsi əvvəl, yəni birinci hissəsində püşkatma atılır. Bir də yenə bərabərlik olarsa gedilir penalti. 2 püşkatma atılır orada da. Qapını həm hansı qapıya vurulacağını, həm də ilk zərbənin kimi yerinə yetirəcəyin. Yaxşı, Bəybala müəllim. Mərkəzdən nə zaman başlanılır dedik? Oyun əvvəlində əlavə hissələrdə müəllim bir qol olan zaman. Əlavə hissələrin əvvəl qolu vuran komanda mərkəzdən başlayır, yoxsa buraxan komanda? Vurulan komanda. Qol hansı komandanın qapısından keçərsə, o komanda gəlir mərkəzdə oyuna başlayır. Mərkəzdən başlayan zaman saniyə qaydası var, yoxsa yox? Yoxdur müəllim. 3 metr aralı verməli komanda. Rəqib komanda 3 metr aralıdır. Mərkəz dairənin radiusu nə qədərdir? Diametr 6-dır, radius 3-dür. Yaxşı. Bəs mərkəzdə dairəyə heç, mərkəzdə topu qoymaq üçün dairə var. Onun radiusu diametri nə qədərdir? 0,3 mənim. Nə qədər? 0,3. Xeyr. 0,25 mənim olmalıdır. Gün zərbəsində qoyusun olmalıdır. Ama seyir. Üzülürsən gecikdin. Üzülüşməniz olsun Mehriban müəllim. Müdibal müəllim. Onu mən yaxşı qulaq asa bilmədim dərsə. Dəqiq bilmirəm. Gülmira müəllim də burdadır ya. Gülmira müəllimə siz bilirsinizsə deyin. Səsiniz bağlıdır Gülmira müəllimə. Anar müəllim görürəm zəhmət olmasın. Anar müəllim deyin. 6 sm müəllim. 6 sm, radius 6 sm. Bəs diametr? 3. Radius 6 Onu demirsən mənim. Dairənin içindəki yumruğun deyirsən mənim. Nöqtəni demirsən. Nöqtə 6-dır da. Radius 6. Bəs diametr? Nöqtə deyilir, Necə, balaca diametr? dairədir. O nöqtə deyəndə çox balacadır deyə, indi nöqtə kimi görünər. Topu başlamaq üçün olan yerdə top qoyulur. Aha. Bu 6 yazılır da, başqa orada heç nə onun Radius 6-dır, diametri isə 12. O yumrudur da, balaca yumrudur deyə nöqtə gəlir sizə. Radius 6-dır, diametri 12. 6 bilirdim. Aha, radius 6 sm-dir, diametri isə 12 sm. Oldu. Bəybala müəllim, Buyurun mənim. ən çox Avropa çempionu olmuş ölkə? İspaniya. İspaniya. Ən çox dünya çempionu olmuş ölkə? Braziliya 5-dir dünya çempionu. Əvəz etmə zonası neçə metrədir? 5 metr. Hakimiyyət demədən oyunçu dəyişikliyi edilən idman oyunları hansılardır? Futsal, 300 basketbol, handball. Handball. Saniyə qaydası burada. Neçə saniyədir? 4 saniyə. 4 saniyə ərzində. 4 Yandan üçüncüdən başlayır. Hansı, Geçərli nə zaman saniyə qaydası tətbiq olunmur? Penaltı bundan zaman. 6 metr. Başqa? 6 metr penal, bir də başqa? Sərbələr netirilir. Bir də mərkəzdən başlayan zaman mənim. Mərkəz və 6 metri penaltı zamanı saniyə qaydası verilmir. Bəybal müəllim, burada oyunda neçə məsafələr deyin, hansı məsafələr var? Necə yəni mənim? Yəni Yandan və küncdən başlayan zaman 5 metr məsafə, bir də mərkəzdən başlayan 3 metr məsafə. Başqa? Zərbə zərbəsində də penaltı zərbəsinə 5 metr məsafə. Başqa bir dənə də məsafə var. O hansı məsafədir? Zərbədən O da 5-dir da. 5 yəni deyəcəm mən. Və bir də ki, deməli mübahisəli topdan 2 metr məsafə. Aha, mübahisəli topda 2 metrə. Yadınızda saxlayın. Futsalda var 5 metrə, 3 metrə, 2 metrə. Yadınızda saxlayın. 2 metr bir dənə mübahisəli topda, 3 metrə də mərkəzdən başlanmalı. Qalan bütün hallarda 5 metr məsafə saxlanılır. 3 mərkəz, 2 yan mübahisəli top, üzr istəyirəm. 3 mərkəz, 2 mübahisəli top, 5 metrdə istənilən zərmə zərbəsi olsun, sərbəst zərbə olsun, penaltı zərbəsi olsun, düşdən zərbə olsun, yandan başlanan zaman olsun. Rəqib 5 metrə minimum məsafə saxlamalıdır. Bəybala müəllim, yaxşı. Time out. Hər istidə bir dəfə mənim. Hər istidə bir dəfə. Müddəti 1 dəqiqə 60 saniyə. 1 dəqiqə 60 saniyə. Aha. Təşəkkürlər Bəybala müəllim. Çox sağ olun. Mehriban müəllimə. Bəli. Mehriban müəllimə. Futsal Federasiyası nə zaman yaradılıb? Federasiya FIFA-nın isə 1989-cu ildə Yox, yaranıb. o FIFA-ya birləşib. Futsal 1989-cu ildə FIFA-ya birləşib. 1983-cü ildə yaranıb. Aha, Biz Amerikada yaranıb. Bəli, bəli. Aha. Futsal Yaxşı. Federasiyası. Meydan ölçüsü Demək 40 yox.
Dəqiqə. 42-nin 25-42. 42-nin 25-ə, sonra bir də məsafə də var. Hə, 38-in 20-yə. Aha. Yaxşı, meydanda olan bütün xəttlərin qalınlığı. 8 sm. 8 sm. Oyun komanda heyəti. Komanda heyəti 5 əsas, 9 əvəzedici. 9 ehtiyat. Ehtiyat. Mütləqdirmi ki, 5 nəfərlə meydana çıxılsın? Xeyr, 3 nəfərlə də çıxa bilər. Bəs oyun 5 nəfərlə çıxdı, 2 nəfər diskvalifikasiya aldı. 3 nəfərlə oyun davam edə bilər. Bəli, davam edə bilər. Bəs Üç nəfər bir də davam. qırmızı belə qaldı, kənarlaşdı. 2 nəfərlə davam edə bilər. Texniki məğlubiyyətdir. Texniki məğlub. Qalibə məğluba verilən xal. Futboldakı kimi eynilə 3 qalib, 0 məğlub, heç-heçə 1. Bəs handbolda Handbolda 2 qalib, məğlub yoxdur. Heç-heçə yoxdur. Məğlub da 1. kim qarışdırdınız? Heç də var, məğlub da var. Yəni bir dəqiqə. 2 qalib, 1 məğlub, heç-heçə 0 verilir. Görünən dəyişikdiniz. Hə. Məğlub 0-dır, heç-heçəyə 1-dir. Heç-heçəyə 1 verilir. Aha. Yaxşı, Mehriban müəllimə. Bir dəqiqə. Topun çəkisi çevrəsi Demək ki, 440 qram çəkisidir, 62-64 sm çevrəsidir. 64. Yaxşı. Oyun neçə dəqiqədə oynanılır? Oyun 20 dəqiqə, 2 hissədən 40 dəqiqə, yəni 2 hissədən ibarətdir. Bəli. Təmiz vaxtda oynanılan oyunlar hansılardır? Demək, təmiz basketbol, bir də futsal. Sonra İkisi oynanılırdı. Handbol oynanılmır, futbol yox, voleybolda da saniyə yoxdur, saat yoxdur. Bu qədər. 3x basketbolu demədik. Onu dedim də 3x basketbol. Yox, onu təmiz basketbol, onda vaxt oynanılır orada. Təmiz vaxtdan oynanılır. Hə, o da təmiz vaxt. Bəli, təmiz vaxt. Hə, basketbol, 3x basketbol, hə, bəli. Bir də Bir də futsal. futsal. Bəli. Bəs təşəkkürlər Mehriban müəllim. Minnətdaram. Bir dənə sual da vermək istəyirdim. Orada məsafələridir. Bu bir dənə də var ki, 1 metr canlı sədd var, sədd zamanı. Baxın, canlı sədd zamanı məsəl üçün Yaxçıqən müəllimə də onu izah edirdim. Canlı sədd biz oynayırıq, elə loru dildə izah verəcəm. Mən məsəl üçün cərimə zərbəsi vururam və məndən siz 5 metr aralı canlı sədd quracaqsınız. Topdan 5 metr aralı canlı sədd quracaqsınız. Və canlı sədd siz qurdunuz 5 metr və sizdən minimum 1 metr məsafə saxlamalıdır mənim komanda. Canlı sədddən 1 metr məsafə saxlamalıdır mənim komanda. Rəqib komanda. Aydın. Başa düşdünüz? Yəni canlı sədd A-B komandası oynayır, A komandası cərimə zərbəsini yerinə yetirir, B komandası canlı sədd qurur. B komandasından minimum 1 metr A komandası aralı durmalıdır, canlı sədddən yəni. Aydındır. Aydın. Təşəkkürlər. Xoşdur, buyurun. Gülmira müəllimə səs aça bilirsiniz? Axşamınız xeyir. Mən üzr hesab edin, incə telefonum da onda tapa bilmədim. Aha, yəni sual-cavabda iştirak edə bilirsiniz? İstəyərəm müəllim, azdan çoxdan bildiyimdən. Aha, o zaman oyunda maksimum neçə püşkatma keçirilir? 4. Futsaldan gedir də yəqin ki. Bəli, futsaldan gedir söhbət. Hansı idman oyunlarıdır ki, qapıcı irəli çıxması üçün məhdudiyyət qoyulur? Belə deyək. Mən elə futsalın özündə, Sonra bir də handbolda. bir də handbolda nə qədərdir, futsalda nə qədərdir? Handbolda 6 metrədir. Yox, onu demirəm. Onu yox, zərbələr zamanı. Zərbələr 4 metrə birində ya 4 ya 7-dir mənim handbolda. 4 metr handboldadır, qapıcının irəli çıxması. Bəs nə zaman 4 metr çıxa bilər? Hansı zərbədə? Cərimə zərbəsində yəqin ki də. 6 metr, 7 metr penaltı zərbəsində. 7 metr. Bəs yaxşı, futsalda? Futsalda 5 metr, yox. Bəli, qapıcı 5 metr irəli çıxa bilər. Yaxşı, hansı zərbədə? Sərbəst zərbə. Xeyr. Yox, cərimə zərbəsindədir, onda da cərimə zərbəsi. Hansı cərimə zərbəsi? Onu bilmirəm hansı olduğunu. 10 metrlik cərimə zərbəsində. Yadınızda saxlayın. 10 metrlik cərimə zərbəsi yerinə yetirən zaman futsalda qapıcı 5 metr irəli çıxa bilər. 6 metrlik cərimə zərbəsində isə qapıcı mütləq xəttin üzərində dayanmalıdır bir ayağı. Handbolda qapıcı 7 metrlik penaltı zamanı 4 metr irəli çıxmalıdır və zərbəni yerinə yetirən oyunçu xəttə tapdalamalı deyil, 7 metrlik xəttə tapdalamalı deyil və qapıcı 4 metrlik xəttə tapdalaya bilər, amma xəttə keçə bilməz. Bilməz. Yaxşı. Bir dəqiqə. Oyun mərkəzdən nə zaman başlanılır? Futsaldan gedir mənim söhbət. Bəli, futsaldan söhbət gedir. Mən mərkəzdən püşk atma ilə başlayır da.
Mərkəzdən püşkatma ilə başlayır. Sonra nə zamanlar başlayır mərkəzdən oyun? Mərkəzdən bir də mən bir püşkatmadır. Mən yox onu bilmədim onları. Adımdan çıxdı. Rıbai müəllim, Bəli, müəllim. mərkəzdən nə zaman başlanır oyun? Mərkəzdən oyunun başlanğıcında hər qol vurulanda bir də əvəz etmək. Əvəz etmə Yəni, dedikdə. bunları, yəni şeydə 2x5 ikinci şeydə. Hissədə, əlavə hissədə. Əlavə hissələrdə bəli. Təşəkkürlər Rıbai müəllim. Günel müəllim, üzr istəyirəm. Gülmira müəllimə. Bilmirəm. Gülmira müəllimə. Bir dəqiqə beynimdə bir su. Oyunçular nə zaman, komandalar nə zaman meydanda yerlərini dəyişir? Mən komandalar o qalibiyyət olanda da Qalibiyyət necə? son şey nə deyim? Həm qol vurulan zaman. Yox, komandalar nə zaman meydanda yerlərini dəyişir? Hücum istiqamətləri nə zaman dəyişilir? İstiqamətdə. Mən bilmirəm onu. Rıbai müəllim. Komandalar yerlərini birinci hissənin sonunda, yəni ikinci hissə başlayanda bir də əlavə hissələrdə. Birinci hissəm, bir dəqiqə təkrar edin. Birinci hissə qutarda, ikincisi başlayanda Aha. komandalar yerlərini dəyişir. Bir də ikinci hissə başlayanda. Bir də o şeydə, nədir o? 2x5 əlavə hissələrdə. Əlavə hissənin başlanğıcı zamanı Yəni başlanğıcında, birinci hissəsində. Baş bildim. Birinci hissəsində mütləq dəyişə bilər. Bəli. Xeyr. Xeyr. Çünki məhz birinci hissəsi başlayanda püşkatma ilə başlayacaq. Püşkü Hətta qazanan birinci komanda... hissə. O da oyun püşkatmada, onu demədim, 2x5-də birinci hissə. Məsələn, bildim də 2x-in 5-in birinci hissəsində püşkatma atılır. Elə deyilmi? Hə. Onda Püşkü mən qazanmışam, Püşkən mən top- solda oynayırdım və deyirəm ki, yenə meydan seçirəm, solda oynayacağam. Bəli. Dəyişə də Onun bilər, ikinci dəyişməyə də. Bu dəyişə də bilər, İkinci- dəyişməyə də. Qalibiyyət kimdədir? Onda qalmalıdır. İkincidə bəli. İkincidə dəyişir. İkinci hissəsində. Bəli. İkincidə. Xeyr, hansı müəllimimiz idi danışan? Mən idim Cümrə müəllimə. Gülmira müəllimə, xeyr. Qalibiyyət deyilən bir şey yox. Birinci hissəni oyunu başlayan zaman, püşkün nəticəsi ilə oyunun başlanğıcı zaman, birinci hissənin başlanğıcı zamanı meydanda hansı komanda hansı tərəfdə oynamağı bəlli olunur. Məsələn, A komandası solda oynayır, B komandası sağda. Artıq ikinci hissəyə keçəndə komandalarda oyunçular meydanda yerlərini dəyişir. B komandası bu səfər oynayır solda, A komandası oynayır sağda. Oyun bitdi. Hesab bərabər oldu. Və mütləqdir ki, qalib müəyyən olunsun. Bu zaman əlavə hissəyə gediləcək. Əlavə hissənin 2x5, yəni hər hissədə 5 dəqiqə olmaqla oynanılacaq. Və o 2x5-in birinci hissəsi yenidən püşkatma atılır. Bu püşkatmada, yəni qalib müəyyən olunandan sonra məsəl üçün dəyişə də bilər, dəyişməyə də. Məsəl üçün püşkü atıldı, B komandası solda oynayıb, oyun bitdi, əsas hissə bitdi. B komandası solda oynamışdı. İkinci hissənin solda, əsas hissənin ikinci hissəsində, əsas oyunun ikinci hissəsində B komandası solda oynamışdı və əlavə hissə oynayırlar. Bu zaman püşkatma atılır. B komandası püşkü qazanır. B komandası deyir ki, mən solda oynayıram da yenə. Meydan mənə uğurlu olub və yaxud da solda oynayıram. Və yaxud da deyir ki, mən sağda Yəni oynayıram. seçim özünü Püşkün nəticəsində dəyişə də bilər, dəyişməyə də. Amma ikinci hissəsinə keçəndə mütləq meydanda yerlər dəyişiləcək. Aydındır. Yaxşı, Gülmira müəllimə. Komandanın faalı neçədir? 5 faal limiti var da. 5. Məsəl üçün, birinci hissədə 5-dir, ikinci hissəyə keçəndə neçə olacaq? Misal düşmədim. Komandanın faal limiti birinci hissədə ikinci hissəyə keçəndə sıfırlanır, yoxsa olduğu kimi keçir? Sıfırlanır da mənim. 0. Bəs ikinci hissədən əlavə hissə oynanırlarsa, əlavə hissəyə keçəndə sıfırlanır, yoxsa olduğu kimi davam edir? Mən olduğu kimi davam eləyir məncə. Olduğu kimi davam edir. Eyni bu basketbolda o komandanın faal limiti olduğu kimidir. Məsələn, birinci perioddan ikinci perioda keçəndə sıfırlanır, amma dördüncü perioddan əlavə overtime oynanırlarsa sıfırlanmır. Bu da onun kimi. Yaxşı, Gülmira müəllimə. Oyunçu meydana neçə nəfərlə çıxa bilər? Komanda meydana neçə nəfərlə çıxa bilər minimum? 3 nəfərlə. 3 nəfərlə. Yaxşı, futsal nə zaman yaradılıb? 1930-cu ildə idi mənim deyəsən. 1930-cu ildə. Oldu Gülmira müəllimə, təşəkkürlər. Çox sağ olun, mən Allah razı olsun. Cümləmizdə. Rıbai müəllim. Bəli, müəllim. Rıbai müəllim, oyun penaltıya gedərsə, penaltı zərbəsini yerinə yetirmək üçün neçə zərbə verilir? Penaltıya hərəsinə 3-3. Hərəsinə 3-3. Yox, 5-5, 5 olsun, 5-5. 5-5. Bəs bu zamanda bərabər qalarsa? Hərəsinə 1-1. 1-1. Oyunçu dəyişikliyi. Məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdur.
Yaxşı. Hakimə deyilir, deyilmir. Hakimə deyilmir oyunçu dəyişikliyində. Bəs Deyilmir. əsas heyətlə qapıçı yerini dəyişsə hakimə deyilir, deyilmir. Deyilir onda. O zaman Aha, deyilir. o zaman deyilir. Yaxşı. Oyunçu dəyişikliyi zamanı hardan oyunçu dəyişikliyi yerinə yetirilir? 5 metrlik Aha, zonada. 5 metrlik zonada. Mərkəzdən başlanılan zaman birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Bəli, alınır. Öz qapısına vurulan qol qeydə alınır, alınmır. Küncdən zərbə. Küncdən zərbə zamanı rəqib nə qədər məsafə saxlamalıdır? 5 metr. Top hərəkətdə olmalıdır, hərəkətsiz. Hərəkətsiz. Top künc qövsünün nə qədərdir? 0.25. 0 bəli, bəs %25 bəli. bəs yaxşı. Neçə künc bayrağı var? Futsalda Bəli. 4 olmalıdır. Keçən səfər 6 dedi. Siz o böyük futbolda mini futbolda aiddir. Böyük futbolda 6-dır. Aha, bayraq 6-dır. Künclərdə 4. Hə, futsala da aiddir o 6 yoxsa 4? Futsalda Bilmirəm, siz 4. cavab verin, mən deyəcəm sonra. 4 deyirəm, 4. Yox, yanlış deyirsiniz. Yanlış dedim. Hə. Bəli, müəllim. Yəni futsalda yoxdur. Futsalda bayraq yoxdur, bəli. Bayraq Yoxdur, hə, onu bilmirəm. Aha, Rübal müəllim, futsalda bayraq yoxdur. Başa düşdüm. Yaxşı, Rübal müəllim. Küncdən başlayan zaman rəqib nə qədər məsafə saxlamalı dedik? 5 metr. Küncdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Bəli, alınır. Küncdən öz qapına vurulan qol qeydə alınır, alınmır. Yox, alınmır. Küncdən bəs oyun necə davam edir? Qapıdan zərbə. Qapıdan zərbə. Qapıçı başlayır da öz bu qapısına vurursa küncdən. Hı. Küncdən öz qapısına gəlib vurub. Bəli, bəli. Küncdən birbaşa öz qapısına vurulan qol. Sərbəst-sərbədir yoxsa nədir o? Başım çıxmadı. Bilmədim. Bir dəqiqə. Rəşad müəllim yoxdur. İstəyirəm müəllim yoxdur. Anar müəllim deyin hələ sizin. Müəllim elə küncdən zərbə də yenə elə bir öz qapısına vurmasa yenə küncdən zərbə vurur. Aha, rəqib bu səbəb rəqib gəlir, küncdən zərbə yerinə yetirir. Yəni təşəkkürlər Anar müəllim. Rübal müəllim. Bəli. Yaxşı. Küncdən zərbə zamanı zərbəni vurdum. Heç kim toxunmadan ayaqla toxunaramsa necə davam edəcək oyun? Sərbə. Bəs əllə? Cərimə zərbəsi. Sərbəst zərbə. Rəqib cərimə zərbəsi. Sərbəst zərbədən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Yox, xeyr alınmır. Sərbəst zərbədə topu atdım, sərbəst zərbədə. Topu atdım, qapıçıya dəydi, girdi qapıya. Qeydə alınacaq, alınmayacaq. Bəli, alınır. Alınır. Oldu Rübal müəllim, təşəkkürlər. Sağ olun. Anar müəllim. Bəli müəllim. Offside, oyundan kənar vəziyyət. Nə zaman yaradılır? Futsalda yoxdur mənim offside. Ha, futsalda yoxdur. Yaxşı. 6 metrlik penaltı nə zaman yerinə yetirilir? Nə zaman olur? O cərimə meydançasının içində qayda pozuntusu olarsa da, Sonra bir də penaltılarda. penaltılarda. Bir də 6 metrliyin içərisində sahə oyunçusu əlinə topu toxunarsa. Bəli, aydın məsələ, doğru. Yaxşı. Bizdə deyək. Cərimə zərbəsindən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Cərimə zərbəsindən bəli alınır. Öz qapısına vurulan qol. Küncdən zərbə. Küncdən zərbə. Neçə taymatımız var? Taymat bir dənə. Hər setdə bir dənə. Hər hissədə bir. Oyunda. Aha. Birinci hissədə götürmədiyim taymat ikinci hissəyə keçir. Birinci hissədə götürməyən taymat xeyr. Bəs ikinci hissədə götürmədiyim taymat Keçir. əlavə hissə oynanırlarsa keçmir. Keçir. Keçir yoxsa keçmir? Birinci hissədəki ikinci hissəyə keçmir. İkinci hissədəki əlavə hissəyə məncə keçir axı o. Keçmir. Keçmir. Xeyr, keçmir. Onda səhv etmişəm. İkinci hissədə götürülməyən taymat əlavə hissəyə keçmir. Yaxşı, əlavə hissə üçün də taymat verilmir. Bəs neçə texniki taymatımız var? Texniki taymat qarışdırdım hemen. Texniki taymat olmur axı deyəsən. Yoxdur, texniki taymat yoxdur. Texniki taymat Fikrim qaldı bir açı sual yanında. bəs texniki taymat handbolda var. Doğru fikirdir, yanlış fikirdir. Handbolda var bəli. Xeyr, texniki taymat Handbolda yoxdur. xeyr, handbolda. Volleybol demədim, volleybol var. Mən səhv. Voleybolda texniki taymat var. Yoxdur, volleybol da yoxdur. Hə, qarışdırdım aləm Bəs bilmirəm. halsında var. İndiyə qədər futsalacan keçdiyimiz idman oyunlarının halsında texniki taymata rastlaşmışıq. Halsında var. Texniki taymat. Handbolda deyəsən var idi. Handbolda dediniz var, dedim yoxdur da.
Handbolda yox, voleybolda var da texniki taymat. Voleybolda da yoxdur. Dediniz voleybolda da var, onda da dedim ki yoxdur. Texniki taymat məşqçi tərəfindən götürülür də. Yox, texniki taymatı bilirsiniz nədir ümumiyyətlə? O da Texniki istirahət taymat, fasiləsi. O da istirahət fasiləsi. Elə. Amma taymatla texniki taymatın arasında fərq var. Onu da izahını vermişəm. Texniki taymat, taymat hakim məşqçi götürür. Texniki taymat Taymatı- haqqıdır da. Aha, məşqçi də götürə bilər, oyunçular da götürə bilər. Yəni Taymat. o idman oyunlarına uyğun dəyişir. Bəs texniki taymat Texniki taymat. Bilmədim müəllim, onu nəsə qarışdırdım bir-birinə. Bəybala müəllim. Mənim bir dənə badmintonda olmalı o texniki taymat. Bir dənə Başqa idman badmintonda, bəli, bir dənə badmintonda var, bir dənə badmintonda var. Və Anar müəllim, texniki taymat odur ki, məcbur belə loru dildən deyəndə məcbur. Məsəl üçün, indi bu növbəti dərsimiz badmintondur. Orada izahını verəcəm. Yəni texniki taymat odur ki, badmintonda 11-ci xala çatdı hansı komanda. Məcbur 2 komanda da gedir taymat. Mən istəmirəm heç taymata çıxım, amma getməliyəm, məcburam. Taymat isə könüllü. İstəsəm götürərəm, istəsəm götürmərəm. Yəni mən bu məsəl üçün futsalda soruşuram. Futsalda birinci hissədə hər hissədə bir taymat verirlər. Mən onu istəsəm götürərəm, istəsəm götürmərəm. O biz öz komandamıza qalır. Aydındır. Aha. Anar müəllim, yaxşı. Nə zaman saniyə qaydası tətbiq olunmur? Deməli top mərkəzdən başlayanda bir də penal vurulanda. Mərkəzdən başlayanda penal vurulanda. Yaxşı. Bir dəqiqə sonra orada nə qaldı? Komandanın faal limiti nə qədər dedik? Komandanın faal limiti 4, deməli 4 və 5-cidə yox, 5 dənə. 5. Komandanın faal limiti 5. 6-cı olarsa nə olar? 6-cı olanda deməli 6-cı olanda cərimə zərbəsi vurulur da. Hardan? 10 metrlikdən. 10 metrlik gəlib cərimə zərbəsi yerinə yetirilir. Aha, doğru. Təşəkkürlər Anar müəllim. Olmuyor, sağ ol. Sağ olun. İlqar müəllim dinləyicidir. Burada Cahan müəllimə. Kartlar. Sarı qırmızı, sarı xəbərdarlıq, qırmızı oyundan xaric etmə. Oyunçu ardıcıl şəkildə maksimum neçə kart ala bilər? Sarı, qırmızı. Sarı, qırmızı, yəni 3 dəfə. 3 dəfə. Yaxşı. Komanda qırmızı vərəqə alarsa, yəni oyunçu qırmızı vərəqə alarsa, o oyunçu qırmızı. Komandası 2 dəqiqə azlıqda oynayacaq. 2 dəqiqə azlıq. Əgər 2 dəqiqə ərzində qol olarsa, həmin komandaya qarşı qol olarsa, heyət olan bərpa olur. Heyət bərpa olunur. Yaxşı. Tavanın hündürlüyü minimum 4 metr. 4 metr. Yaxşı. Futsal nə zaman olimpiya oyunlarına daxil edilib? Qeyri-olimpiyadır. Aha, yəni daxil edilməyib, qeyri-olimpiyadır. Yaxşı. Futsal neçə hissədən ibarətdir dedik? 2 hissə 20 dəqiqə davam edir, 15 dəqiqədə fasilə olur. Hissələr arası fasilə 15 dəqiqə. Bəs yaxşı. Oyunçu cərimə zərbəsi zamanı 10 metrlik cərimə zərbəsi zamanı, yəni qapıçı neçə metr irəli çıxa bilər? 10 metrlikdə 5 metr, 6 metrlikdə çıxa bilməz. Yaxşı. Qapıdan qapıya zərbə qol qeydə alınır ya yox? Xeyr, alınmır. Yandan birbaşa qapıya vurulan qol qeydə alınır, alınmır. Xeyr, deməli müəllim yandan rəqibin qapısına atanda rəqib sərbəst zərbə ilə başlayır. Amma öz qapısına atanda rəqibin xeyrinə üçün sərbəst. Qeydə alınır qol. Yəni ikinci toxunuş lazımdır. Yandan necə başlanılır? Deməli müəllim bir ayaq mərkəz xəttinin üzərində olmalıdır. Yan xəttin arxasında olmalıdır. Yan xəttin üzərində. Meydana tərəfə ayaqla başlanılır. Bir ayaq mütləq şəkildə yan xəttin üzərində olur. Bəli. Ayaqla başlanır. Yaxşı. Düşdən zərbə zamanı öz qapısına vurulan qol. Rəqib gəlib düşdən zərbə yerinə yetirir. Rəqib gəlib düşdən zərbə yerinə yetirir. Time-outun vaxtı nə qədərdir? 1 dəqiqə. 1 dəqiqə. Futbolda time-outun vaxtı nə qədərdir? Yoxdur time-out. Handbolda? 60 saniyə. Hansı idman oyunlarda 30 saniyədir time-outun vaxtı? Voleybol, 3x3 basketbol. Yaxşı. 1 dəqiqə. Basketbolda neçə hissədən ibarətdir oyun? 2 hissə 4 period. Hissələr arası fasilə? 15 dəqiqə. 15 dəqiqə. Bəs periodlar arası fasilə?
Deməli, birinci, ikinci 3-4-2 dəqiqə, ikinci, üçüncü 15 dəqiqə. 15 dəqiqə. Yaxşı. 3-3 basketbolun ən uğurlu cəhdi Azərbaycanın. 4-cü İslam həmrəylik oyunlarda qadınlar və kişilər birinci qızıl medal qazanıblar. 3x basketbolda komanda faal limitini doldurubsa 6.75-in xarici basket faal olarsa. 2 xal 2 cəlmə. Bəs komanda faal limitini doldurmazsa, basket faal 2 olarsa, xal plus 1 cəlmə. basketbolda basket faal olarsa, Necə mənim? 6.75-in xaricində basketbolda 6.75-in xaricində basket faal olarsa. 3 xal 3 cəlmə. 3 xal, 3 cəlmə, 2 cəlmə, 2 cəlmə. yanlış. 3 xal 1 cəlmə. 3 xal plus 1. Bəs yaxşı, top səbətdən keçməzsə atdığım almaya qayda pozuntusu olarsa 6.75-in xaricində. Basketboldan sonra Deməli, gedir. xaricdən atırıq səbətdən keçmiş. Top mənə qarşı qayda pozuntusu olur atdığıma. Mənim o da 3 xal plus 1 cəlmə. Yox. Top 3 səbətdən xal keçir. vermiş. Xeyr, qarışdırdıq. Bir daha atış yerinə yetiririk. Xeyr. Qalan mənim deyil. Nə idi mənim sual? Bir dəqiqə. 6.75-in xaricində basketboldan söhbət gedir. Basketbolda 6.75-in xaricində topa atdığıma mənə qarşı qayda pozuntusu olur, top səbətdən keçmir. Deməli orada 3 keçmirsə 3 dənə atış atılır da. 3 zərbəsi verilir. Bəli. Aha. Yaxşı, təşəkkürlər Anar müəllim. Cahan müəllimə. Buyurun. Futbolda oyuncu dəyişikliyi. Deməli, mənim əsas hissədə 5 dəfə, əlavə hissədə 1 dəfə. O 5 dəfəni də 3 cəhd eləmək lazımdır. Oyun ərzində əlavə hissi ilə bir yerdə neçə oyuncu dəyişikliyi maksimum edilir? 6. 6. Yaxşı. Oyuncu dəyişikliyi bitib. 6 oyuncu dəyişikliyi etmisən. Əlavə hissə oynanılır. Əlavə hissə oynanılır və limit bitib da. Oyunçu başından zədələnərsə, huşunu itirirlərsə, oyuncu dəyişikliyi edilə bilər, Məğlubiyyət. Xeyr, müəllim, eləyə bilməz. edə bilərlər. Oyunçu əgər, yəni qolundan, qıçından, onlardan yox, iminli baş nihəsindən huşunu itirərsə, limit də olsa da belə yenə oyuncu dəyişikliyi edə bilər. Bir istisna hal verirlər. Getdim, ayağım sındı, olmaz. Bəli, Onu qeyd edeyim müəllim. qeyd edeyim, bu yeni qaydadır. Baxın, diqqətlə dinləyin. Məsəl üçün, oyunçunun əlavə hissə oynanılır, əlavə hissə ilə bir yerdə 6 oyuncu dəyişikliyi edib bitiribsə, 6 oyuncu dəyişikliyi edib bitiribsə və oyunçu beynindən, yəni huşunu itirirsə, bu zaman əlavə bir oyuncu dəyişikliyinə icazə verilir. Mən qıçım sınsın, icazə verilmir ha. Yalnız huşunu itirərsə icazə verir. Bildim mən. Çox sağ ol. Buyurun. Yaxşı. Cahan müəllimə, voleybolda oyunçu sarı kart alır. Bu bütün oyunçular sarı kart alır, yoxsa necə? Tək oyuncu alır, xəbərdarlıq. Xeyr. Voleybolda bu cürdür ki, yeni qaydalara əsasən bir oyuncu sarı kart alırsa, bütün oyunçulara sarı kart verilir. Ha, bir oyuncu qırmızı kart alırsa... Gündə də bir qayda çıxarırlar. Bəli, bəli. İdman oyunları elədir da. Yeni qaydalar. Oldu Cahan müəllimə, təşəkkürlər. Selcan müəllimə, sual-cavabda iştirak edə bilirsiniz. Buyurun. Gözəl. Selcan müəllimə, futsal nə zaman yaradılıb? 1930-cu ildə. Futsalda oyundan kənar vəziyyət nə zaman yaranır? Oyundan kənar vəziyyət yoxdur futsalda. Bəs futbolda nə zaman yaranır? Rəqib qapısına qol vurarkən əgər rəqib komandanın qapısı ilə oyuncusu arasında qalarsa, o zaman oyundan kənar vəziyyət sayılır. Aha. Yəni pas ötürən zaman oyuncusuna pas ötürür komanda yoldaşına. Bu zaman qapısı ilə üzbəüz qalarsa, oyundan kənar vəziyyət olur. Bəs yaxşı. Futbolda küç zərbəsi nə qədərdir? Futsalda nə qədərdir? Qövd, yəni düz qövd. Futsalda 5 metr. Yox, küç qövd. Məsafə demirəm. Qövsüz soruşursunuz. Mən xatırlamıram, yalan deyirəm. Mehriban müəllimə. Futbolda 1 metr, amma futsalda 25 santimetr. Sırtdan 125. Bəli, 25 santimetr. Selcan müəllimə, futbolda neçə bayraq var, futsalda neçə bayraq var? Futbolda 4 küncdür, 2 hakim ortada, 6-dır futbolda. Futsalda isə yoxdur.
Futzalda yoxdur. Yaxşı. Futbolla futzalın 4 ortaq cəhətini deyin mənə. 4 ortaq cəhəti. Xal hesablaması eynidir. Həm Hı hı. futbolda, həm futzalda. Hı hı. Sonra Bu biri. Çoxdur, oxşar cəhətləri çoxdur. qapıdan vurulan qol Hı. sayılır. Xeyr. Qapıdan, Qapdan qapıya bəli, bəli. yanlış Qapıdan deyirsən. birbaşa vurulan qol. Yanlış deyirsən. Futbolda Ee, sayılır. Burada sayılmır. Küncdən vurulan top Ha. sayılır hər ikisində. Bəli, birbaşa rəqib qapısına vurulan qol. Aha. 2. Mərkəzdən başlayır. Çırpma ilə başlayır. Mehriban müəllimə yerdən danışmayaq zəhmət olmasın. Bəli, hər ikisi püşkətmə vasitəsilə başlayır. Bu 3 sonra. Sonra Yəni də deyin. Xeyr, mən xatırlamadım. xatırlamadınız. Fərqli cəhətini deyin, yaxşı. 3 dənə fərqli cəhətini deyin. Fərqli cəhətlər əslində çoxdur. Meydançanın ölçüləri, Hı hı. oyunçu sayı, ondan sonra əvəz etmələr, Hı hı. hakim sayı, Hı hı. sonra məsələn qapının ölçüləri, Hı hı. Qapımız Belə. futzalda nə qədərdir, futbolda nə qədərdir? qapının ölçüləri futbolda 6,5, Nə? Eyvallah müəllim. Bəli müəllim, nə sual verdin? Futbolda qapının ölçüsü. 7.32 44 müəllim. 7.32 44. Təşəkkürlər. Selcan müəllim, bəs futbolda qapının ölçüsü? 3-ün 2-yə. Təşəkkürlər Selcan müəllimə. Yenə sizə sual cavab edəcəm bir restə. Mehriban Günel müəllimə. Günel Ocaqova. Bəli, bəli, buyurun. Aha, Günel müəllimə, futbolla futzalın 2 oxşar cəhətini deyin. Bunlar futzalın oxşar cəhətləri. 2 oxşar cəhət. Xallar mənim eynidir. Xallar dedik eynidir hər ikisində. Hı hı. Kartlar var. Hər ikisində Hər- kartlar. Bəs edir. Kartların sağ. Günel Tağıyeva çıxdı, elə belə Günel müəllimə çıxdı. Aha. Mehriban müəllimə, 2 fərqli cəhətini siz deyin. Müəllim burdayam. Buradasınız. Bəs kim çıxdı? Deyin, üzrlü sayın. Buyurun müəllim. Ha. Nə deyim? 2 fərqli cəhətini deyin. 2 fərqli cəhəti. Məsələn, mənim futzalda qapıdan birbaşa vurulan qol qeydə alınmır, amma futbolda birbaşa vurulan qol qeydə alınır. Bu biri. Sonra Başqa nə deyə bilərəm? Əslində çoxdur. Bayaq dedilər müəllimlərdə. Elə ağlıma gələn yaxşı, bir oxşarını deyin. İkisindən birini hər deyin. ikisində mərkəzdən başlanılır. Hər ikisindən Püşkətmə ilə olur. püşkətmə ilə mərkəzdən başlanır. Mehriban müəllimə, 2 fərqli cəhətini deyin. Demək, hər ikisində ayrı-ayrılıqda demək olar ki, oyunçu dəyişikliyi, birində məhdudiyyət var, birində məhdudiyyət yoxdur. Futbolda məhdudiyyət yoxdur. Yəni var da məhdudiyyət var. Orada çünki 5 dəyişmək var. Deyirsiniz. Burada futzalda məhdudiyyət yoxdur. Bu biri. Sonra Sonra penalti orada 11 metrədir, futzalda 6 metrədir, amma orada 11 metrədir. doğrudur. Mehriban müəllimə kifayətdir. Mehriban müəllim, futzalla handbolun oxşar cəhətini deyin. 2 oxşar cəhətin. Futzalla handbolun. Bəli. Futzalla handbolun müəllim. Yəni özündən futzal qapıların ölçüsü eynisindədir müəllim. Bu biri. Qapıların ölçüsü eynidir. İkincisi də müəllim futzal hər ikisində oyun necəsə püşkətmə ilə başlanır. Hər ikisi püşkətmə ilə başlanır. Aha, təşəkkürlər. Gülmira müəllimə burada. Burada Gülmira müəllimə. Bəli, müəllim. Futzalla handbolun 2 fərqli cəhətini deyin. Futsal fərqli cəhətləri.
Mənim elə yadıma bu dəqiqə gəlmir. Yaxşı, iki oxşar cəhətini deyin. Necə müəllim? İki oxşar cəhətini deyin futsalla handbolun. Mən bu ikisi də püşkatma ilə mərkəzdən başlayır. Aha, o değildi. Tabii değildi. Bəli, müəllim, onu dediniz siz. Bəli, müəllim dedim onu. İşlətmə ilə başlandı. Onu keçək. Bunu saymayaq. Bu deyil. Yox, dəqiqə hal-hazırda yadıma düşəcək biri yoxdur. Rübal müəllim. Bəli, müəllim. Handbolla futsalı deyim. Aha. Handbolda da 14 nəfər, futsalda da 14 nəfər komanda heyətləri Aha. ümumi. Oxşar cəhət. Hı. Qapılar eynidir, ölçülər Onu eynidir. demişdilər. Aha, sonra Püşkatma 4-dür. Aha, evet. Handbol püşkatma 4-dür, bəli. İkisinin Sonra də fərqli cəhətini deyin. handbolla futsalın fərqli cəhətləri. Hakim heyəti 4 olmalı ikisində də, düzdürmü? Fərqli cəhətini deyin. O Fərqli ikisində cəhətləri. də verirsiniz. O oxşardır. Aha, Hə. iki fərqli cəhət. Fərqli cəhətləri handbolla futsalda. Əvəz etmə ikisində də eyni nədir? Məhdudiyyət yoxdur. Hakimə Fərqli demədən. cəhətləri hakimə demədən bəli. Bu oxşar cəhətdir. Fərqli cəhətini deyin. Oxşar cəhət, fərqli cəhətləri yadıma sala bilmirəm. Bu dəqiqə beynim qarışıqdır. Bəli, əsas Şey verməm. Biraz deyim bir qruqda gələcəksə bizə baxım görüm şimdi Anar müəllim siz deyin. Handbolla futsal. Müəllim, orada deməli oyunçu sayında fərq var, sonra oyun meydanında fərq var, fərqi. Oyun meydana çıxan zaman oyunçu sayında fərq var. Aha. Sonra meydanda Bir fərq də var. meydanın ölçüsündə fərq var, bəli. Aha, sonra Sonra fərqlər. oxşar deyin. Bir dənə də oxşar deyin. Oxşar ikisində də məhdudiyyət yoxdur, oyunçu dəyişikliyində. Bunu dedik. Sonra Sonra hər ikisi mərkəzdən başlanılır, yəni belə də. yaxşı. Tamam müəllim. Müəllimlər orada deyəndə adamın fikrinə 50 dənəsi gəlir, özü başlayanda demək yadından çıxır. Olar. Tamam müəllimə. Söhbət o, Anar müəllim elə. Əsas sıra sizə çatanda demək lazımdır. Deyin Cahan müəllimə. İki oxşar, iki fərqli futsalla handbolun. Deməli, müəllim, oxşar cəhətləri budur ki, time-outların vaxtı eynidir. İkisində də 60 saniyədir. Sonra bir də beynəlxalq yarışlarda handbolda 15 dəqiqə fasilə, beynəlxalq yarışlarda hissələr arası fasilə, bir də futsalda da 15 dəqiqə fasilə. Hissələr arası fasilə, bəli, iki fərqli. İki fərqli cəhəti. Deməli, handbol əllə oynanılır, futsal ayaqla oynanılır. Bir dənə deməli handbolda yan xəttdən top əllə oyuna daxil olur. Futsaldan ayaqla. Təşəkkürlər. Sonra Selcan müəllimə. Handbolla futsalın iki oxşar, iki fərqli cəhəti deyin. Fərqli cəhətləri. Həm oxşar, həm fərqli. Hərəsindən iki dənə. Mənim topun ölçüləri. Bu bir fərqli. Oyuncu sayı. Meydana beynəlxalq yarışlarda deyək ki, oyuncu sayı. Bəli. Aha, yaxşı. Sonra oxşar cəhətləri. Oxşar cəhətlər. Mən hər ikisi püşkatma vasitəsilə keçirilir. Bir də time-outun vaxtı 60 saniyədir. Sonra Selcan müəllimə, siz futboldan qoşulmuşdunuz, elə deyilmi? necə? Bəli, bəli. Futbolda hissələr arası fasilə. 15 dəqiqə. Futbolda time-out. Time-outun vaxtı 1 dəqiqə. Futbolda time-out var ki. Futsalla qarışdırdım. Bildim. Bəs texnik time-out Futbolda xeyr yoxdur. yoxdur. Yaxşı, o komanda heyəti. Komanda heyəti 11 nəfərdən ibarətdir. O ümumi komanda heyəti. 15. Ümumi komanda heyəti. Bir komandada neçə nəfər oyunçu olur? Ümumi oyunçu. Bir komandada 11 nəfər. Həm Əsas əsas həm heyət. ehtiyat üçün. 11 Həm əsas. əsas həm ehtiyat. Xeyr, 11 11 əsas. əsas, 15 də ehtiyat. 15-də ehtiyat, bəli. Meydana çıxan zaman minimum neçə nəfərlə çıxa bilər? Futbolda minimum 9 nəfər.
Yox, öyrənməmisiniz futbolu. Mən 7 nəfər. 7 nəfər. Oyun başlayan zaman meydanda maksimum neçə nəfər olmalıdır oyunçu? Maksimum 11 nəfər. Meydanda. Oyun başlayan zaman meydanda maksimum neçə oyunçu olmalıdır? Ola 10 bilər. nəfər. Bilmədiniz. Bilmədim Bəyban mən. müəllim. Meydanda mənim hər iki komanda 11-11, 22 nəfər. 22 nəfər. Selcan müəllimə baxın. 11 mənim komandamda, 11 də sizin komanda, 23 nəfər. Meydanda dediyimizə görə maksimum 22 nəfər. Minimum neçə nəfər olmalıdır? Ola bilər minimum. Yəni Meydanda. hər iki komanda. Hər iki Hər iki komanda komanda arasında. nəzərdə tutulur. Meydan dedikdə. Aha. 18 nəfər. 14. 14 nəfər, bəli. Aha. Peki müəllimlər, dərsimiz bu qədər.